Bu dəfə sizə nitqinizin əsası olan fikrinizi, düşüncələrinizi inkişaf etdirəcək mənim də top 10 siyahımda olan filmləri məsləhət görəcəm. Birinci film Frost Nixona qarşıdır. Amerika prezidenti Nixona söhbət gedir. 2008-ci ildə çəkilib. Mütləq bu filmi izləyin. Bir insan inatkarlığının, ağlının, düşüncələrinin, sualının nələrə səbəb olduğunu və dünyada ən böyük tarixi böhran olan Watergate böhranını açır, göstərir və Nixonu necə razı salır bir jurnalist. Bax, bunun əziyyətini və gördüyü işi öyrənəcəksiniz. Daha sonra məsləhət görəcəyim film Morning Glory adlanır. 2010-cu ildə çəkilib, Amerika istehsalıdır. Burada da gənc bir jurnalist xanım, ona verilən layihənin öhdəsindən o qədər gözəl gəlir ki, köhnə, çox tanınmış bir jurnalisti yenidən efirə qaytarır, onu da, özünü də həyata və sənətə bağlayır. Telejurnalistika ilə, nitqlə maraqlanan hər kəs bu videonu mütləq izləsin. Üçüncü film isə mənim çox sevdiyim, heyran olduğum Jeffrey Rush'ın çəkildiyi The Best Offer filmidir. Bu da yəqin ki, məşhur filmdə izləmişsiniz. Necə maraqlı orada fikir, düşüncə gedişləri var və sonda rejissor elə bir hərəkət edir ki, insan ummadığı bir məsələ ilə, bir situasiya ilə qarşılaşır. Məncə izləyib düşüncənizi inkişaf etdirmək üçün faydalana bilərsiniz.